Deməli toplu 2 hissə 2025. Mövzu nə idi? Törəmə ilə bağlı funksiyaların törəməsi deyil. 113-ü yazasıq elə uşaqlar. Bu nə idi? 113. Deyir ki, fx bərabər mənfi 1 bölü x. Çıxaq 1 bölək 2x kvadratı. Çıxaq 1 bölək 3x kubu. Çıxaq və s. Çıxaq 1 bölək 9x 9 funksiyasının törəməsini x0 bərabərdir 2 nöqtəsində qiymətini hesablayın. Bu nədir? Ay baba. Yanasan səni ay baba. Bəlkə bu həndəs silsilə zaddır. O formadadım. Yoxsa birinci dəfə görürəm mən bunu. Heç nə olur. Ha? Yox, elə olur. Elə olur. Yox, həndəs silsilə deyil. Həndəs silsilədir. Nəyə vurmuşum? 2 qısa. Yox, 8 kubu. Ha? Ha? Həndəsi deyil. Mən bunu birinci dəfə görürəm. Amma törəməsinə baxaq da. Ha? Bax, mənfi üstü mənfidir. Çıxaq. 2 dəvir üstü mənfi 2. Çıxaq. 3 dəvir üstü mənfi 3. Çıxaq və s. çıxaq. 9-da 1 üstü mənfi 9. İndi törəməsini yazın. F' x nəyə bərabər? Bax, bu mənfi 1 düşür qabağa, 1 də çıxırıq. 1 bölü x kvadrat elədi mi? Yaxşı. Bax, mənfi 2 düşür qabağa. 2 dəvirdən getdi mi? 1 bölü x kub elədim mi? X mənfi olurdu, 1 çıxanda. Bax, bu da üstə gələk 1 bölü x 4. Üstə gələk və s. Üstə gələk, bu da 9. 1 bölək x 10 elədi. Bax, həndəs silsilə indi ola bilər. İndi ola bilər. 2 dəvir də yazandan olur. Gəl, bunda cəm kimi yazaq. Deməli, nə təb olur? B1 bərabərdir 1 bölü x kvadratıdır törəməsi. Q bərabərdir 1 bölü x-dir. Düzdürmü? Neçədən başlayır? 9-dur elə bir. S9-dur, ha? Elə deyil mi? S9-u tapaq. Onda B1, yəni 1 bölü x kvadratı, Q üstü 9 çıxaq 1, yəni 1 bölü x 9 çıxaq 1, bölək nə? Q çıxaq 1, 1 bölək x çıxaq 1. S belə deyil, S'n bərabər B1, Q üstü n çıxaq 1, Q çıxaq 1 düsturundan istifadə edirəm. O da bir şey, amma 2 dəvir yazıb daha yuxarı şeylə eləmək olar, daha fərqli formu ilə eləmək olar. Gəlin, x-la özümüzü yormayaq. Mən tərkib verirəm ki, 2 dəvir yazanda ne olur? 2 dəvir yazanda bu olur. 2 üstü 2, üstə gələk 2 üstü 3, üstə gələk 2 üstü 4, üstə gələk belə olur, 2 üstü 10 şəklində. Belə tapmaq daha rahat deyil mi? Törəmənin qiyməti. Onda deyirəm, B1 bərabərdir 2 üstü 2, Q bərabərdir 2, 2. Bu da 2-dən başladığı üçün S9-u tapırıq da. B1 vuraq, Q üstü 9 çıxaq 1, Q çıxaq 1. Bu da bərabərdir. B1'imiz 2 üstü 2, Q üstü 9, yəni 2 üstü 9 çıxaq 1, burada da 2 çıxaq 1. Bu da 2 üstü 2, 2 üstü 2, yəni 4 vuraq, 4 vuraq. 2 üstü 9'umuz neçə deyirlər? 500, ha? 512, 512 çıxaq 1. O da 4 vuraq, 511, 2044 adı görməyə bir cavab var. Elədim? Hə, düz fikirləşmişəm. Həndə sizlər. Yaxşı, 115. 115. Görək nə? Bəyəxki kimi deyilmək olar, bu yoracaq. B1 bərabər 1 bölü x kvadratı, Q'müz bərabər 1 bölü x, S9-u x-la ifadə eləmək olar. Yaxşı, neçəni eləyik? 115. Artıq başladı əza vəziyyət, uyğunlaşdırma. Fx bərabərdir sinus x-dir. İkincisi, fx bərabərdir kosinus x-dir. Üçüncüsü, fx bərabərdir tangens x-dir. Eləmi? Təyin oblastın nə funksiya cüddür, törəməsi və s. Başlayaq. F'(x) bərabərdir kosinus x-dir. F'(x) bərabərdir mənfi sinus x-dir. F'(x) bərabərdir 1 bölü kosinus kvadrat x-dir. Düzdür mü? İndi bu nədir? 1, 2, 3.
Birincisində deyir ki, təyin olmaz pi bölü 2 üstə gələn pi kap birinci 3 aydır. A. A. B-sində funksiya cüddür. Bu 2'ye aid. Deməli, B 2'ye aid. Sonra C-də f' pi bölü 3. Yəni, törəməsinin pi bölü 3'də alır 2'dən 1, o 1'e aid. f' pi bölü 3 bərabər 2'dən 1, C 1'e aid. C sonra. f' 2 pi bölü 3, o da 1'e aid. Düzdür? 2 pi bölü 3'də də mənfi 2'lərdir. Deməli, D də bu oldu. 7 pi bölü 6, 7 pi bölü 3, o da buna aid. Yox, ona aid deyil. D'də f deyil. Tamam, fikir vermədim, gözlə görür. D'də deyir ki, f 2 pi bölü 3, bu 2'ye aid. Hə, elə məmişdir, 2'ye aid də deyil. D 2'ye aiddir. Bugün f' 7 pi bölü 6. 7 pi bölü 6'mız şu anda düşür 3'cü rübə. Bu isə mənfi aldatma üçün verir, bu yoxdur. Ola bilməz, orada müsbət alınır, müsbət ki. Deməli, cavab isi yoxla, C, B, C, Y, ikinciyə Y. Birinciyə Y, birinciyə S, Y'dir, ikinciyə B, D'dir, Dayanım, 7 pi bölü 3. Ay düz deyil, ama budur. Biz 7 pi bölü 6'dan fikirləşmiş. 7 düz deyil. 7 pi bölü 6 üçüncü rübdədə koysunuz, kök mənfi kök atı üst bölü 2'dir. 7, bunu nəzərdən qaçırmış. 117'ye baxaq. Ona görə uyğunlaşdırma yorur. Bir qırıq diqqətsizlik yerlərdən azca o dəqiqə nəyəsə yaddan çıxardıysan, o da gözdən qaçır. 117'ye baxaq. Bütün enerjimiz buna gelir. Birincisi, fx bərabərdir 2 üstü x. İkincisi, fx bərabərdir kosinus 2x'dir. Üçüncüsü, fx bərabərdir 2x plus 1'in kubudur. f', tapaq. Bax, bu nədir? f'x bərabərdir 2 üstü x elən 2. Düzdür? Burada f'x bərabərdir mənfi 2 sinus 2x'dir. Bu da belə. f'(x) bərabərdir. Bax, bunun k'sı 2'dir. 2 vuraq 3 də düşür qabağa. 6, 2x plus 1'in kvadratı. İndi 1, 2, 3. Bu biraz desən sadəsi oldu. 117 idi elə. 117. f' 2 üstü x'dir. Yox belə bir şey. f' 2 üstü x elən 2. B 1 aid. B. Mənfi 2 sinus 2x. S ikinciyə aid. S. Sonra 6 vuraq 2x plus 1'in kvadratı. D də üçüncüyə aid. Gör belə müəyyən. Yaxşı, 119'a baxaq. 119. 119'da da gəl. 19. Deyir ki, birincisində f(x) bərabərdir tangens 3x. İkincisində f(x) bərabərdir kosinus 3x. Üçüncüsündə f(x) bərabərdir kotangens 3x. f'. Deməli, birincisində f'(x) bərabər 3 bölək kosinus kvadratı 3x. Kosinus f'(x) bərabər mənfi 3 sinus 3x. Kotangensin ki, mənfi ilə idi elə, sinus. f'(x) bərabərdir mənfi 3 bölək sinus kvadratı 3x. İndi 1, 2, 3'ə bax. 119 major. 3 bölək sinus kvadratı budur. B bəndində mənfi 3 sinus 3x. B 2'ye aid. C'də mənfi 3 sinus kvadratı 3 bölək sinus kvadratı 3x. Bu C 3'ə aid. Sonra 3 bölək kosinus kvadratı 3x. D 1'ə aiddir. 1'ə aiddir, mənfi yoxdur. D, B, C. 121, bu görə kutular verilmiş. Bu müəyyən edir. 121. Birinci belə f(x) bərabərdir 3 kosinus x üstə gələk 7x. İkincisi f(x) bərabərdir x kubu üstə gələk 2x üstə gələk 11. Üçüncüsü f(x) bərabərdir x kvadratı üstə gələk 200x. Birinci törəmələrini tapaq.
Deməli, f'(x) bərabərdir -3 sinus x üstə gələk 7. f'(x) bərabərdir 3x kvadrat üstə gələk 2. f'(x) bərabərdir 2x üstə gələk 2 üstü x elə 2. Düzdür? İndi bu bizə nədir? f'1, f'0 baxaq. 1, 2, 3. f'1. 1 deyir, 1 olanda f'1'ə 4 elən 2. 1'də 2, 2, heç biri yoxdur, heç biri düz gəlmir. f'1'də 5. Bu 2'yə oldu. B. B2'yə. f'0'da 2'dir. 0'da o da buna aiddir. Düzdür 2'yə. S. Sonra f'0'da 7'dir. Bu 1'ə aiddir. D. Bir də f'0'da elən 2. Bu da axırıncıya aiddir. Y. İsi gör düz gəlirmi? D, B, S, Y. Qaldı bir dənə 123. Bircə bəlamız qaldı. Ondan sonra canımız qutarır. Keçirik açıq suallar. 123 də belə. 123. Birincidə yazır ki, f(x) bərabərdir. Logaritma 3 əsasdan x bölək logaritma 3 əsasdan y. Uşaq başarılar ediyoruz. f(x) bərabərdir. Logaritma 3 əsasdan x bölək logaritma 3 əsasdan 10. Üçüncüsü. f(x) bərabərdir. 3 üstü x vuraq logaritma 3 əsasdan y. İndi f'(x)'i soruşur. Düzdür. Bu nədir dostlar? Bu elən x-dir. Bir əsasdan başqa əsasa keçmək üstüdür. Bu lg(x)'dir. Bu da 3x bölək elən 3 demək. İndi f'(x) bu bərabər 1 bölək x. f'(x) bu bərabər 1 bölək x elən 10 demək. Bu da f'(x) bu sabit ədəd kimi qabaqda qalır. 1 bölək 3x bölək buraq elən 3 bölək elən 3 o da 3x deməkdir. İndi bunları deyib uyğunlaşdıraq görək nədir? Deməli 123 uyğunlaşaq. 1, 2, 3. A-da deyir 3x. A 3 ay. B-də deyir 1 bölək x lg y. Yox, elə bir şey yox. C-də deyir 1 bölək x. C 1 ay. D-də deyir 1 bölək x elən 10. Bu 2'ye aiddir D. D2'ye aiddir. 3x elən 3 heç nə yoxdur. Keçirik, belə olar yəqinəz. C, D, A. İndi açıq suallara keçə bilərik. 125. 125. 125'i de bu 124 çok qəribə bir misal olsun. Baxın görün onu yaza biləcəksiniz. 125 yazılmasanız ders. f(x)'in hansı müsbət qiymətində? f(x) bərabər 2x çıxaq 1'in kubu üstə gələk 7x funksiyasının törəməsinin qiyməti 31'ə bərabərdir. Adindən adi sualdır. Törəməni tapaq sadəcə x-in müsbət olduğunu unutmayalım. Bu eləyir 3, 2 də oranı 6, 2x çıxaq 1'in kvadratı üstə gələk 7 bərabərdir 31'ə. Düzdür. 6 vuraq 2x çıxaq 1'in kvadratı bərabərdir 7 çıxanda 24 mi? 24. 2x çıxaq 1'in kvadratı elədir 4. 2x çıxaq 1 bərabərdir plus minus 2. Bir dəfə 2x çıxaq 1 mənfi 2'dir. Bir dəfə də 2x çıxaq 1 müsbət 2'dir. 2x bərabərdir mənfi 1, x bərabərdir mənfi 2'lərdir. Bu lazımdır, mənfidir. 2x bərabər 3, x bərabər 1,5. Yaxşı. 127'ye baxaq. 127. 127'də belə deyir aşağıda. Deyir f(x) bərabərdir. Eləyən a çıxaq 2x çıxaq 4x kvadratı. Üstə gələk 3ax çıxaq 4 funksiyası üçün f' 4'də 1 bərabərdir 11 olarsa a parametrinin qiymətini tapın. A burada əmsalıdır, aydın məsələdir ki, unutmaq olmaz.
Olmaz mı? Ne olmaz? Deməli. İndi başlayırıq birinci. F ştrix x bərabər 1 bölək a çıxar 2x. Vuraq təzləndən bu. A çıxar 2. Görün düzmü deyirəm? Eylən olanda 1 bölək deyil. Çıxar. 8x üstə gələk 3a bərabər 11. Bu a çıxar 2-lər gedir. Bu heç. Deməli. Ondan olur. F ştrix x bərabərdir. 1 bölək x çıxar 8x üstə gələk 3a bərabər 11 eləməli. Özdə neçədə 4-də 1 olur. Yox 11-i tez yazdım. 4-də 1. F ştrix 4-də 1 bərabərdir. Bu elədi 4. Çıxar 2 üstə gələk 3a bərabər 11. Onda 3a bərabər 9, a bərabər 3-dür. 129 olacaq. 129. 129. Deyir ki, fx bərabərdir a sinus 4x üstə gələk b kosinus 2x f ştrix 7 pi bölək 12 bərabərdir 4 və f ştrix 3 pi bölək 4 bərabərdir 2 şərtini ödəyən a və b əmsalları üçün a bölək b nisbətini tapır. Tapaq. Birinci f ştrixə baxaq. F ştrix x bərabərdir a 4a kosinus 4x çıxar 2b sinus 2x. İndi f ştrix 7 pi bölək 12 bərabərdir 4a kosinus 4'ü da olanda 7 pi bölək 12'ye 7 pi bölək 12 4'e 3 deməkdir. Düzdür. Çıxar 2b deməli bunu vuranda sinus 2'ye vuranda 7 pi bölək 6 da böyle. Deməli bərabər 4 yazır da. Birinci bunu yazın. 4'a 7 pi bölək 3'dən 2 pi'ni artırır. Pi bölək 3 qalır. Vuraq 2'də 1'i. Çıxar 2b 7 pi bölək 6'da pi üstə gələk pi bölək 6 mənfi olur. Mənfi 2'də 1'dən də bu gedir. Vuraq mənfi 2'də 1 də bu gedir. Elədi 4. Ondan olur 2a üstə gələk b bərabər 4. Birincini tapdıq. Keçək ikincini yazalım. F ştrix 3 pi bölək 4 bərabər 3 pi bölək 4 dediyimiz budur. F ştrix buradadır. 4a vuraq sinus yok kosinus 3 pi. Kosinus 3 pi. Çıxar 2b vuraq sinus 3 pi bölək 4'ü 2'ye vuranda 3 pi bölək 2'də böyle bərabər 2'yə. Bax kosinus 2 pi-ni atdıq. Pi-də də mənfi 1'dir. Deməli mənfi 4'a. 3 pi bölək 2'də də sinus mənfi 1'dir. Deməli üstə gələk 2b bərabər 2. 2'ye vuranda mənfi 2a üstə gələk b bərabər 1. Buradan da 2a üstə gələk b bərabər 4. Görək düzmü eləmişik. 2b bərabərdir 5, b bərabərdir 2 tam onda 5. Sonra a nəfərdir də. b 2 tam onda 5 isə 2a bərabərdir 4 tam 2 onda 5. 2a bərabərdir neçə deyirək 1 tam onda 5. a da bərabərdir 0 tam %75. İşlər xarab. Onda 0 tam %75 bölək 2 tam onda 5. 2 tam onda 5. Yəni 250 budur, 75 də budur. Neçə deyirək 25'e ixtisar gedəndə yuxarıda burada 3. Burada 3. Burada neçə? 10'da 0 onda 3'dür cavab. Çox iğrənc misaldır. Hesabla ki hesablayasın. Hesabla ki hesablayasın. İndi deməli 131 qaldı elə bircə. 131. Bundan canımızı tutaraq. 131. 131 də belə. Fx k-nın hansı qiymətdir? 5 kosinus kvadratı. 3x çıxar 2. Üstə gələk kx çıxar 19 funksiyası. Törəməsinin ən böyük qiyməti k-nın
f ştirik x k-nın hansı qiyməti 22-yə bərabər. Ona görə törəmə nədir? F ştirik x bərabər. Gəlsəniz bunu dərəcəni aşağı salmanın üstündən istifadə edin. Bu işimiz daha asan olsun. Bərabər. Bunu belə edirəm. Deməli 5 vuraq. 1 üstə gələk kosinus 6x çıxaq 4 bölək 2. Üstə gələk kx çıxaq 19. Bax bu f(x)'ımız bu. İndi f ştirik x qoy ayrı-ayrı yazımsa. Bu da eləyir 2-5 üstə gələk 2-5 kosinus 6x çıxaq 4 üstə gələk kx çıxaq 19. Yəni f(x)'ın dərəcəni aşağı salma düsturunda vəziyyəti belədir, onlar olsa 0 olur. F(x) bərabər, bu 0 o 0. Onda nə olur? Mənfi 2-5 vuraq 6 sinus 6x çıxaq 4 üstə gələk k, bu da oldu bunun törəməsi. Bu da nə edir aşağı? Mənfi 15 sinus 6x üstə gələk belə çıxaq 4 üstə gələk k. Neçə olsun deyirəm, böyük qiyməti 22 olsun. 22. Ən böyük qiyməti 22 olmaq üçün bu olmalıdır mənfi 1. Onda olur 15 üstə gələk k bərabər 22. K da ki 7 eləmə. 7-dir mi? Bu birinci hissə. Qutarda indi törəmənin tətbiqi növbəti dəfə.